Aşağıdakı cədvələ əsasən C2 xanasının qiymətini tapmalıyam. Baxın, C2 xanası buradakı düsturdur. Yəni düsturunu nə etməliyəm? Qiymətini tapmalıyam. Sam bizdən nə edir? Cəmləyir. Deyir A1 ilə D2, A1 ilə B2 diapazonunu nə et? Cəmlə. Yəni ki, baxın, bu 4 xananı deyir cəmlə. Cəmləmə prosesi biz bilirik ki, ədədləri məxsusdur. Yəni ki, 2 ilə 3-ü cəmləyər. 5-i cəmləməz. Nəyə görə? Çünki 5 dırnaq içindədirsə, artıq bu mətn tipində sayılır. Yəni ki, o bir simvol. Lakin bizdə burada dırnaq içindədir deyə 5-i cəmləmirik. Amma funksiyanın daxilindəki 7-ni cəmləyirik. Qayda budur. Nəyə görə bəs belədir? Amma biz burada əgər ki, B1-in daxilində dırnaqda bir ifadə yazmışamsa, artıq həmin xananın özü, yəni məlumatın yox, xananın özü artıq mətn formatındakı bir xana nəzərdə tutulur. Yəni xananın tipi artıq mətndir. Amma funksiyanın daxilində vergüllə ayırdığımız, dırnaq içərisində yazdığımız ifadəyə funksiya ona ayrı cür yanaşır. Dırnaq içində yazmışam ifadəni funksiyanın daxilində. O nə edir? Dırnağı sadəcə bir göstərici kimi görür ki, yəni bir ifadəm var. İfadə nə edir? Daxilinə baxır və 7-ni götürür, cəmləyir. Bunun da yekun cavabı bizdə 12 alınır. Deməli cavabımız burada 12 ədədidir.